Mən elə bir gözəl diyarda doğulmuşam ki, o diyarın bənzəri heç bir yerdə yoxdur. Ömrümün 39 ilini orada yaşamışam. Qalan hissəsini burada yaşamışam. O 39 il mənim həyatımda ən gözəl illərdən biri olubdur. Çünki Dərələyəz elə bir gözəl yerdə yerləşir ki, axarlı-baxarlı meşələri, çayları, dərələri, dağları hamısı Türk Oğuz adları ilə bağlı olan yerdir. O yeri necə biz unuda bilərik və necə yaddan çıxarda bilərik. Dərələyəz mahalı 2 rayondan ibarətdir. Keşkənd və Paşalı rayonları. Bu rayonların ərazisi təxminən 2200 kvadrat kilometrdir. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycanlıların sayı Dərələyəzdə 95% idi. Ermənilərin sayı isə təxminən 5% idi. O kəndlərdən təxminən 70-80%-i Azərbaycanlılar yaşayan kəndləridir. 1870-ci ildə o kəndlərin sayı azalaraq ermənilərin sayı artırılıb 25%-ə çatdırıldı. Dərələyəzdə 70 kənd olubdur. O kəndlərin əksəriyyəti Azərbaycanlılar yaşayıbdır. 1828-ci ildən sonra Dərələyəzə ermənilər köçürülübdür. İstər Əzbəyev rayonuna, istər də keçmiş Yığıqna zor, indi hal-hazırda ora biz Keşkənd adlandırırıq. Və bu əhalinin əksəriyyəti Azərbaycanlılar olubdur. Biz 88-ci ildə oradan gələndə Dərələyəzin həmən Keşkənd rayonunda 8 Azərbaycan kəndi var idi. 4 qarışıq kənd. O qalan 26 kəndi tam eləmişlər ermənilər. Rayon mərkəzi Keşkənd olmaqla Əyər kəndi vardı, Arpa kəndi vardı, Həsən kəndi vardı, Orta kənd, Baş kənd, hamısı bu kəndlərin adlarını dəyişdirdilər. Təxminən biz gələnə qədər orada bir 50 kənd xarabalığa çevrilmişdir. Bizim qəbirstanlıq kəndin aşağı hissəsində yerləşirdi. Və kəndin bir hissəsində də köhnə Alban kilsəsi var idi. Ermənilər onu çevirmişlər öz adlarına. O kilsənin tarixi 13-cü əsrə təsadüf edirdi. Biz uşaq olanda gedib qəbirstanlıqda oynayırdıq. Nə qədər qoşlar vardı orada. Daşdan düzəlmiş abidələr. Get-gedə hissə-hissə gecələr ermənilər onu daşlayıb apardılar. Mən institutdan gəlib oxuyub qayıdandan sonra o Dərələyəzdə o daşlardan heç biri qalmamışdı. Və o adları da tamamilə dəyişmişdilər. Elə biz orada Gülüdüz kəndi var bizim. Onun adını dəyişib qoymuşlar Vardahovit. Erdəpinin adını dəyişmişlər, Həsən kəndinin adını dəyişmişlər, Orta kəndin adını dəyişmişlər, Baş kəndin adını dəyişmişlər, Arpanın adını dəyişmişlər və bunların hamısına erməni adları qoymuşdu. Əyər kəndi vardı, Əyər kəndinə gedən yol, Şərur Dərələyəzdən gələn yol, o körpü, Dədəli körpüsü deyirlər. O körpü 5-ci əsrdə tikilmişdi. Və bugünə qədər, bugünə deyəndə, yəni mən nəzarət tuturam, biz orada olana qədər o körpü istifadə olunurdu. Və körpünün də adını dəyişib, Dədəli sözünü dəyişib, başqa bir ad qoyublar bura. Gözümüzü açandan deyiblər ki, mən həyatı dərk edəndən biz heç vaxtı aprelin 24-də rayon mərkəzinə gedə bilməzdik. Bir genosid atmışlar ortalığa, güya ki, aprel ayının 24-də erməniləri qırıblar. Həmin vaxtı kimsə rayona geçsəydi, ya döyülməli idi, ya təhqir olmalıdır və geri qayıtmalı idi. Bu hadisələr başlamamışdan əvvəl 1986-cı ildə mən Yerevana kursa getmişdim. O vaxtı mən məktəb direktoru işləyirdim Qabaqlı kəndində. Getmişdik kursa. Kursu çevirdilər. Bu kursu oldu elə bir ki, Dağlıq Qarabağ məsələsi o kursa müzakirə olundu. Kursu çevirdilər Qarabağ müzakirəsindən. Mənlə gedən bir erməni vardı. Dedi, sən gəlmə kursa. Elə otur Kassinsada. Gəlsən, sənin aqibətin yaxşı olmayacaq. Çünki bunlar görürsən nələr danışır. Biz bir yerdə işləmişik, bir-biri tanıyırıq. Mən məsləhət görürəm ki, gəlməyəsən.
Neyse biz tədbirdən çıxıb gələndə bir epizod deyəcəm, bilməm yerinə düşəcək, düşməyəcək. Vedi rayonunun ərazisindən keçəndə Ağrı dağı oradan görünür. Onlar Ararat deyirlər də Ağrı dağına. Belə erməni baxdı, dedi, heç olmasa bu dağın bu üzü bizim onlarda Allah kaş. Və mən fikirləşdim ki, daha burada yaşamaq qeyri-mümkündür. Allaha qurban oldum ki, orada maşın açdı. O ermənilər o maşında şükür, onlar bilmədilər mən orada Azərbaycanlıyam. Mənə Allah qorudu, heç nə də olmadı mənə. Ümumiyyətlə, orada onların əqidəsi, ya deyə bilmərəm ki, birinci katibdir, İspalkomun sədri nəyinsə xatirinə bir şeyi ola bilər ki, biz inciməyək. Elə onların hamısının əqidəsi Azərbaycanlıları, türkləri oradan qovub çıxartmaq idi. 88-ci ildə Sumqayıt hadisələr olanda, o Həsən kəndi dediyim yerdə bir qaya var. O qayanın hündürlüyü hardasa bir 200-300 metr olar. Çıxıb o qayanın üstə ermənilər rusca yazmışlar ki, Smert panislamizmi. Və biz yol oradan keçirdi bizim kəndlərə, o 8 Azərbaycan kəndinə gedib gələn yol oradan keçirdi. Deyirlər ki, hər gedib gələndə deyirlər, ora baxın, yəni o ölüm sizi də gözləyir burada. Həmişə onlara, türklərə və Azərbaycanlara qarşı nifrət vardı. Mənim o Məlişkə kəndi vardı, o olmuşdu Məliş Şahan kəndi. Rayon əhalisinin 1/3 həmin kənddə yaşayırdı. Məni bir erməni aparmışdı evinə, getmişdik qonaqlığa. Bir uşaq gəldi, belə biraz söhbət elədik bu uşaqla. Yeməli içmək uşaq nə desə yaxşı. Dedik, bəs siz deyirsiniz, axı türklər adam öldürəndir, adamı öldürür, axı bu görürsünüz nə yaxşı dayıdır, bizə heç qarşı münasibəti pis deyil. Yəni onlar uşaq gözünü açandan türklərə qarşı nifrət bəslətmişlər. Kənddə çıxacağımız çox bir pis halda 1988-ci il noyabrın 30-da mən məktəb direktoru işdim, rayondan gəldilər məktəbi təhvil götürməyə. Kənddə müəyyən qədər adamlar qalmışdı. Məktəb kəndin yuxarı hissəsində. Orada çıxanda baxdıq ki, kəndin ortasında zil maşınlar yığılıbdır. Fikir bildik ki, bu zil maşınlar o qarda, boranda bizi doldurdular o zil maşınlara, yanında da bir benzin maşını. Fikirləşdik ki, yəqin ki, nə isə bizi pis aqibət gözləyir. Rəhmətli Həsən Mirzəyev o vaxtı Naxçıvandan hərbiçiləri göndərdi. Yolda Əzbeyev rayonu ilə bizim rayonun arasında onlar bizim qabağa gəldilər, qarşıladılar, bizi oradan sağ-salamat gətirdilər. Allah elə bil ki, orada o yerdə qalan adamları orada qoruyub saxladı. 1993-cü ildə Sumqayıt şəhər icra hakimiyyətində işləmişəm. Yerli heç vaxtı nə o Sovet hökumətinin vaxtında, nə də o Azərbaycan müstəqil olandan sonra heç bir beynəlxalq təşkilat Qərbi Azərbaycanlılar haqqında fikirləşməyib. Yalnız Ulu Öndər hakimiyyətə gələndən sonra bu məsələlər qaldırıldı və Ulu Öndərin davamçısı İlham Əliyev, cənab İlham Əliyev Qarabağ məsələsini həll etdikdən sonra ikinci bir məsələ ortalığa qoydu ki, Qərbi Azərbaycanlılar öz dədə-baba yurtlarına qayıtmalıdır. 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan icmasında çıxışı zamanı bildirdi ki, hökmən bu qayıdış olmalıdır. Və biz inanırıq ki, İlham Əliyevin sayəsində millətimizin bizə göstərdiyi diqqət qayğıya görə biz qayıdıb Qərbi Azərbaycanda yenidən öz həyatı yaşayacağıq. Biz hamımız bir olmalıyıq. İstər gəncimiz, istər cavanımız, istər ziyalımız, əqidəmiz, amalımız, qayıdışımız Qərbi Azərbaycan olmalıdır.